Bunun haqqında izləyicilərimizə ətraflı məlumat verəcəm. Papilloma virus bu Azərbaycan dilində buna yəni bunun ziyilin törədicisidir. Buna ziyil deyirlər. Genital ziyillər. Yəni cinsiyyət orqanında olan ziyilin törədicisidir. Amma ziyillər tək cinsi yolla keçmir də. Ziyillər məişət yolu ilə də keçə bilər. Bədənin başqa yerində də ola bilər. Və onlar heç də həmişə virus mənşəli olmaya da bilər. Ola bilər ki, yəni papillomalardan söhbət gedir. Bunlar həm də qaraciyərin işinin pozulması nəticəsində də əmələ gələ bilər. Yəni yoluxucu olmaya da bilər. Yəni belə bir məsələ var. Əksərən cinsiyyət orqanlarında olan, cinsiyyət orqanı ətrafında olan ziyillər, yəni papillomalar, bunlar əksərən cinsi yolla keçənlər olur. Və yoluxma əksər hallarda qadından kişilərə keçir. Əksər hallarda. Nəyə görə? Çünki qadınlarda buna münbit şərait var. Yəni virus üçün nə lazımdır? İsti və nəmişlik sahə. Bu da qadınlarda kişilərə nisbətən daha çoxdur. Və ona görə qadınlarda bu virusun yayılması daha çoxdur. Və onların da kişiləri yoluxdurması ehtimalı daha böyükdür. Nəinki kişinin qadını yoluxdurması ehtimalı. Və bu virusun müalicəsi necə aparır? Bu ziyillər cinsiyyət orqanlarının nahiyəsində xırda, xoruz pipi materialına oxşayan, belə dilim-dilimli balaca törəmələr olur, papulalar olur, yəni belə ətxallar olur, loru dildə desək. Və bunlar zaman keçdikcə zədələnirlər, pisiy verirlər, cinsi əlaqədə narahatçılıq yaradırlar, diskomfort yaradırlar. Və yoluxucudur. Dəhşətli dərəcədə yoluxucudur ha, bu papilloma virus. Hətta qoruyucu belə bunun qarşısını ala bilmir. Prezervativ belə bunun qarşısını ala bilmir. Yəni o dərəcədə yoluxucudur. Və bunun müalicəsi necə aparılır? Müalicəsi barəsində də məlumat verim. Mütləq şəkildə bu papillomalar götürülməlidir. Yəni ziyillər götürülməlidir. Ziyilləri götürmədən aparılan bütün müalicələr effekt vermir. Və əvvəlcə də bunu təyin eləmək lazımdır. Həqiqətənmi bu virus mənşəli papilloma? Bunun üçün xüsusi olaraq həm papillomanın özündən, həm də kanaldan, yəni kişilərdə sidik kanalından, qadınlarda vaginadan, uşaqlıq yolundan material götürülür. Analiz olunur PCR qaydasında, yəni polimeraz zəncirvari reaksiya ilə, yəni molekulyar səviyyədə, DNK səviyyəsində təyin olunur. Həmən virus orada varmı? Yəni onun belə analizləri var. Buna deyirlər total genotip, total screening analizlər, HPV analizləri. Burada 20-23 arası ştamlar yoxlanılır. Bu ştamların içində də onkogen ştamlar da var. Yəni gələcəkdə xərçəng xəstəliyi yarada bilən ştamlar var. Xərçəng xəstəliyi yarada bilən ümumi hardasa 14 ştamdır, amma əsas 16-18-ci ştamlar ən çox götürülür. Xərçəng xəstəliyi yaratmaq ehtimalı olan ştamlar. Bunlar da əksərən qadınlarda xərçəng xəstəliyi, qadınlarda uşaqlıq boyunun xərçəngini yarada bilirlər. Servikal xərçəng, uşaqlıq boyunu xərçəngi yarada bilirlər bunlar əksərən. Nadir hallarda olanda kişilərdə də müəyyən onkoloji problemlər yarada bilərlər. Yəni belə güman olunur. Belə nəzərdə tutulur. Qadınlarda bu dəqiqdir. Kişilərdə də ola bilir ki, müəyyən onkoloji proseslərə başlıq verə bilirlər. Yəni bunun baş verməsi olur. Və bu analizdə dəqiqləşəndən sonra ki, bu həqiqətən papilloma virusdur, bu hansı ştamdır, başlayırıq bunun müalicəsinə. Müalicə yenə dediyim kimi mütləq şəkildə papillomalar götürülür. Papillomalar götürüləndən sonra bu yaxşı olar ki, ən yaxşısı olar ki, bu lazerlə götürülsün, həkim tərəfindən. Yəni bunu gedib aptekdən kistatil, nə bilim kislata, bilirsiniz nə qədər insanlar gəlir cinsiyyət orqanlarında dərin yanıqlarla, 3-cü dərəcəli yanıqla götürüb kistateli, kislatanı töküb oraya yandırıb pis günə qoyub. Yəni belə şeylər eləməyin. Yəni insanlar gəlirlər, baxırsan dəhşətə gəlirsən. Yəni nə dərəcədə insan özünə qarşı belə iş görə bilər. Yəni belə şeylər eləməyin, bu təhlükəlidir və bu heç də həmən papilloma virusu götürməyə tam xidmət eləmir. Nəyə görə? Çünki siz o kislatanı tökürsünüz ora, turşunu. O axı nəzarət olunmur. Onu bilmirsən necə təsir edir, hara necə. Amma o virusda
həmin o papillomanın kökündə də olsa qalırlar. Yəni o ət xalını üzdən götürmək hələ kifayət eləmir. Onun kökü çıxmalıdır oradan. Onun kökü biraz dərində olur. Ona görə bunun ən yaxşı müalicəsi lazerlə onun götürülməsidir. Lazerlə və ya radio dalğa ilə. Hətta buzla, onu həkimlər məsələn buzla da götürürlər, amma azot buzu ilə. Azot buzu da yenə onu tam götürülməsinə kömək eləmir. Yəni azot buzu keçən əsrin 50-ci illərində geniş istifadə olunurdu. İndi artıq o köhnəlibdir, əhəmiyyətini itiribdir bu halda, bu sahədə. Başqa sahələrdə, kosmetoloji sahələrdə ola bilər ki, azot buzundan yenə də müvəffəqiyyətlə istifadə olunur. Amma sırf papillomavirusun götürülməsində azot buzundan istifadə yaxşı nəticələr vermir. Dəfələrlə residiv verir. Nəyə görə? Tam kökündən onu götürmək olunur. Ən yaxşı götürmək olur lazerlə və radio dalğa ilə. Bu iki yolla onu yaxşı götürmək olur. Götürüləndən sonra həmən nahiyə müəyyən dərmanlar çəkilir, kremlər, mazlar, xəstəyə iynə dərman terapiyası olunur, virus əleyhinə. Əlbəttə, burada müalicə də lazımdır. Mütləq şəkildə xəstənin immunitetini qaldıran və virus əleyhinə müalicə təyin olunur və müalicədən sonra 3 aydan sonra təkrar bir də yoxlanılır ki, görək, bu adamda həmən virus qalıb qalmayıb və əgər qalmayıbsa, məsələ bitmiş hesab olunur. Yox, qalıbsa yenə əlavə müəyyən həkim tərəfindən tədbirlər görülür.